cavab verir, cümlə üzvləri yerində çıxış eləyir. Düzdür. Yaxşı, nümunələrdə görürüm sifətin isimləşməsinə dair. Ümumiyyətlə, sifətin isimləşməsinin ikinci adı nədir? Substantivləşmə. Amma atributivləşmə sifətləşmə deməkdir. Hər hansı bir ismi yanına qoyanda isim sifətləşir axı. O zaman atributivləşmə olur. Yox. Sifət isimləşirsə və yaxud da digər nitq hissələri məsdər filan isimləşirsə, buna substantivləşmə deyilir. Aydındır? Aha, de görüm. Bütün olan o gözəl qızlar. Orada sifət hansıdır? Gözəl. Yanında isim qız var. O gözəldir. Sifət birbaşa, baxın, deyir ki, o gözəldir. Ay sağ ol. Deyir, o xəbər olur, o isimləşmə sayılmır. Sifət birbaşa xəbərli şəkildə dil qəbul edirsə, o isimləşmir. Çünki hələ də onun necə sualı onun üstündədir. O necədir? Axı, ismin necə sualı yoxdur. Şəlalə. Demək ki, dil birbaşa qəbul edirsə, xəbərli şəkildə, o hələ də isimləşmiş sayılmır. Çünki hələ də sifətin sualına cavab verir o. Dil üçün digər hansı kateqoriyalar qalır? Cəm, hal, mənsubiyyət filan. Bunlardan uyğun olanını artır da. Gözəllər bizə gəldi. Gözəllər bizə gəldi. Gözəllər bizə gəldi. Gözəl qızlar yerinə qız gedib, larləri gəlib gözəl sifətin üstünə. Olub da gözəllər. Gözəl qızlar yox. Gözəllər. Artıq isimləşdi. Bayaq. Necə nədir? Hansı qızlar? Gözəl qızlar. Hansı sualına cavab verən gözəl sözü indi artıq kim sualına cavab verir və isimləşir. Düzdür. Və isim kimin artıq mübtəda olur. Kim sualına cavab verir, mübtəda olur. Yaxşı, başqa bir nümunədə baxıram ki, isimləşmədən biraz ləncsiz deyil. Görüm hələ başqa nümunələr deyil. Gözəldən ən çəkini ta. Biraz da başqa sifətlər. Ağıllılar çalışır. Ağıllılar hər zaman öndədir, çalışır, düzdür. Çalışqanlar, qocalar. Çirkinlər hər zaman çirkindir, hər şəlalə. Çalışqanlar imtahandan yaxşı çıxdılar. Ki, çalışqanlar. Əslində olmalıdır, qaytar ismi yerinə. Çalışqan uşaqlar imtahandan yaxşı çıxdılar. Salam. Fatıma Gülmə ki, başa düşdün. Bax, bu videonu paylaşanda valideynləriniz adlarınıza diqqət edir. Görün, mənim uşağımın adını çəkəndə müəllim nə deyir? Danlayır, yoxsa afərin deyir? Diqqətli olun. Dərsə diqqətlə qulaq asın. Baxın. Çalışqanlar hər zaman imtahandan yaxşı çıxırlar.